Geçmiş Müdafiə Naziri Baço Akalayanın ithamı bugün rəsmi olaraq irəli sürüləcək. Onun saxlanılması 4 oktyabr hadisələri ilə əlaqələndirilir. Dövlət Təhlükəsizlik Xidmətində bildirirlər ki, Baço Akalaya 4 oktyabrda prosesləri internet tətbiqləri vasitəsilə idarə edib. Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdən sonra məlum olub ki, ilkin mərhələdə Baço Akalayanın həyat yoldaşı Anana Dareyişvili də saxlanılıb. İstintaqın versiyasına görə Akalayanın müxtəlif şəxslərlə kommunikasiyası Anana Dareyişvilinin adına qeydiyyatdan keçmiş IP ünvanı vasitəsilə həyata keçirilib. Anana Dareyişvilinin 4 oktyabrda baş verən cinayət xarakterli hadisələrdə mümkün iştirakı ilə bağlı istintaq sonradan müzakirə aparacaq. Gecə saatlarında Akalayanı onun vəkili ziyarət edib, lakin o mediaya açıqlama verməyib. Hökumət başçısı televiziya kanallarından birinin efirində istehlak qiymətləri ilə bağlı danışıb. İraqlik Obaxidze bildirib ki, aparılan analiz nəticəsində qiymət artımına nələrin səbəb olduğu müəyyən edilib. Baş nazirin sözlərinə görə artıq paylayıcı şirkətlərlə, eləcə də supermarket şəbəkələrinin nümayəndələri ilə məsləhətləşmələr aparmaq zəruridir. Hökumət başçısı əmindir ki, qanunverici orqanda və hüquq mühafizə qurumlarında başlayan proses mütləq nəticə verəcək. Riçaqlara gəlincə, Baş nazirin sözlərinə görə anti-inhisar qanunvericiliyinin tətbiqi təcrübəsi mövcuddur. O, eyni zamanda Distributorlar Asosiasiyasının rəhbəri barədə də danışıb. Onu radikal müxalifətin fəalı adlandırıb və parlamentdə mövcud qiymət əlavələrinin əsaslandırılmasına çağırıb. Populizm və biznesə qarşı repressiyalar təhlükəsi müxalifət istehlak qiymətləri ilə bağlı başlanan araşdırmanı belə qiymətləndirir. Oponentlər baş naziri və hakim komandarını qeyri-peşəkarlıqda ittiham edir və bildirirlər ki, bu addımlar əslində bazarda daha mənfi nəticələrə gətirib çıxaracaq. Hakimiyyət nümayəndələrinin isə fərqli gözləntiləri var. Onlar əmindirlər ki, gələn il əhali istehlak məhsullarını daha ucuz qiymətə ala biləcək. Gürcüstan-Avropa İttifaqı münasibətləri hansı mərhələdədir? İraqlik Obaxidze bəyan edir ki, Gürcüstanla sağlam münasibətlərin bərpası bilavasitə Avropa İttifaqının öz maraqlarına uyğundur. Lakin baş nazirin sözlərinə görə rəsmi Brüssel bunu etmədiyinə görə bu Avropa bürokratiyasının suveren şəkildə hərəkət edə bilmədiyini göstərir. Hökumət başçısı hesab edir ki, qarşıdakı bir il çox dəyişikliklərlə zəngin olacaq və bu dəyişikliklər Avropa İttifaqına da aid olacaq. Donald Trump'ın məlumatına görə ABŞ silahlı qüvvələri Nigeriyada İslam dövlətinin obyektlərinə qarşı güclü və ölümcül zərbələr endirib. Bu barədə prezident sosial şəbəkədə yazıb. Xatırladaq ki, noyabrın əvvəlində ABŞ prezidenti Nigeriyada bir neçə mümkün addımı, o cümlədən ölkəyə hərbi qüvvələrin yeridilməsini və ya hava zərbələrinin endirilməsini nəzərdən keçirdiyini bildirmişdi. CNN-in məlumatına görə 2025-ci ildə Nigeriyada dini zəmində bir neçə kütləvi qətl hadisəsi baş verib. Aprel ayında Nigeriya prezidenti ölkənin şimal hissəsində xristianlara məxsus yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində 40 nəfərin həlak olduğunu açıqlayıb. Vladimir Zelenski Donald Trump'la görüşəcək. Bu barədə məlumatı Ukrayna prezidenti özü təsdiqləyir. Onun sözlərinə görə ilin sonuna qədər bir çox məsələlər həll oluna bilər. Real sülhə necə nail olmaq barədə formatlar, görüşlər və vaxt çərçivələri baxımından bir neçə yeni ideyamız var, deyə Zelenski bildirib. Gündəlik müraciət zamanı o qeyd edib ki, Ukrayna və ABŞ nümayəndələri sülhün bərqərar olunması yollarını müzakirə ediblər. Zelenskinin sözlərinə görə bəzi sənədlər artıq hazırlanıb, lakin hələ də izlənməsinə ehtiyac olan həssas məsələlər mövcuddur. Moskvanın Ukraynanın təklif etdiyi 20 maddəlik sülh planı ilə razılaşması az ehtimal olunur. The New York Times yazır. Məqalədə qeyd olunur ki, Vladimir Putin döyüş meydanında ordusunun uğurlarından ruhlanıb və yenilənmiş sülh planının bəzi bəndləri onun üçün qəbul edilməz ola bilər. Nəşrin məlumatına görə son 2 il ərzində Putin davamlı olaraq 2 əsas tələbi irəli sürüb. Ukrayna, Donetsk və Lugansk vilayətlərinin qalan əraziləri
sərhədlərindən öz qonşularını çıxarmalı və NATO-ya üzvlük məsələsi istisna edilməlidir. Üstəlik, Kremlin lideri bu mövqeyini dekabrın 19-da keçirdiyi illik mətbuat konfransında bir daha təsdiqləyib. Qəzet yazır ki, Kreml hələ də müharibəni davam etdirməklə daha çox nəticə əldə edə biləcəyini düşünür. İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə İranın Qüds qüvvələrinin əsas komandiri öldürülüb. Hücum bugün səhər saatlarında Livanın şimal-şərq hissəsində baş verib. İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə əsasən, Əlcə və Hari son illərdə İsrailə qarşı terror planlarının həyata keçirilməsində iştirak edib. Hücum faktı Livan tərəfindən də təsdiqlənib. Livanın Dövlət İnformasiya Agentliyinin məlumatına görə, İsrailə məxsus dronun Suriya sərhədinə yaxın ərazidə avtomobili hədəf alması nəticəsində 2 nəfər həlak olub.